nefrete çevrildi bakışlarınız. Kalmış seçilerden akışlarınız. Güllere gark olmuş baştaşlarınız. Namusun gayretin taşı şehitler. Dünyanı heyrete salan oldunuz. Azadlık odunda yanan oldunuz. Köçüp yüreklerde kalan oldunuz. Unutmak olar mı sizi şehitler? Dünyanı heyrete salan oldunuz. Azadlık odunda. Əziz şəhid ailələri, hörmətli tədbir iştirakçıları. Bugün hər birimiz növbət dəfə olaraq Vətən müharibəsi şəhidi Azərbaycanın cəsur, igid, mərd oğullarından biri olan Süleyman Bağırovun doğum günü münasibətilə burada toplanmışıq. Və hər zaman olduğu kimi, hər zaman da qeyd etdiyimiz kimi, məqsədimiz xatirəsini uca tutmaq, yaşatmaq, bu tədbirləri keçirmə qaydasına ümumi olaraq gələcək nəsillərə ötürmək, onların ruhlarının şad olmasına diləmək, ailələrinin yanında olmaqdır. Və şəhidlərimizdən, Şirvan şəhərinin şəhidlərindən biri olan Süleyman Bağırov bizim xatirəmizdə həm çalışqanlığı, zəhmətkeşliyi, həm də bir çox nailiyyətləri ilə təkcə Şirvan şəhərinin deyil, eyni zamanda bütün Azərbaycanın, bütün Azərbaycanın və bütün dünya Azərbaycanlılarının qürurla xatırlayacağı Azərbaycan şəhidlərindən biridir. Biz ailələri, onun ailəsinin, eyni zamanda yaxınlarının söhbətlərindən həmişə aydın olmuşdur ki, Süleyman çox zəhmətkeş biri olub. Onun həm belə deyək, təhsil sahəsində, həm şahmat sahəsində yaxın gəlin zəhmət olmasa birlikdə hamımız olan uğurları elə döyüşdən əvvəlki həyat fəaliyyətində də bütün şəhər sakinlərimiz adına, bütün Azərbaycan adına fəxr ediləcək uğurlardan biri olur. Həm ordu çempionatında şahmat üzrə ordu çempionu olması, eyni zamanda onun hərbi olan həvəsi, qəlbindəki vətənpərvərliyi isə təbii ki, bütün bunlar ailədən gəlir. Bu ailə tərbiyəsindən gəldiyi icradıqdan daha sonra isə bizə məktəbdəki təhsildən ötürü bağça, məktəb və s. öz yaxınlarımızdan belə deyim, onların dediyi nümunələrdən irəli gələn bir şeydir ki, Süleymanlı da bu vətənpərvərliyi isə çox yüksək olur. Düzdür, mən onun şəxsən özünü müharibədən əvvəl də tanıyırdım. Çox səmimi, mehriban, sadə bir insan idi və zəhmətkeş sözünü təkrarlamağımda da məqsədim odur ki, bunu öz gözümlə görmüşəm və bu hər birimiz ətrafımızda olan hər birinə məlum olur. Bugün onun şəklini qardaşları, dostları əllərində gəzdirir. Onun xatirəsini burada ailəsi, yaxınları, övladı hər zaman qəlbində daşıyır, necə də bizlər. Hər zaman da bu belə olacaq. Və Süleyman və onun kimi digər şəhidlərimizin sayəsində bugün bütöv Azərbaycanda yaşayırıq, suveren Azərbaycanda yaşayırıq. Qürurlu bir millətin nümayəndəsi, başlıca alınacaq, üzarı bütün dünyada. Və hər zaman biz Süleymanın timsalında Azərbaycan uğurlarının mərdliyindən danışırıq. Süleymanın digər şəhidlərimizin timsalında biz Azərbaycan xalqını əzmli, şücaətli, mərd xalq kimi tanıyırıq. Bütün dünya onları belə tanıyır və xalqımızın onların sayəsində başı ucadır. Onların sayəsində belə deyək, 1 milyondan çox qaçqınlar və məcburi köçkünlər bugün
hissə öz dədə-baba yurdlarına qayıdırlar. Onların sayəsində 30 ildən çox düşmən tapdağı altında olan torpaqlarda bu gün abadlıq quruculuq işləri aparılır bizim xalqımız, millətimiz üçün. Orada təhsil alacaq körpələr, uşaqlar üçün. Onların sayəsində bütöv Azərbaycan xalqı, bütün uşaqlar rifah, əmin-amanlıq sülh şəraitində təhsil alırlar, alacaqlar. Hər zaman onların üzü güləcək və belə deyək, inşallah da müstəqilliyimiz əbədi olacaq. Bizim də üzərimizə düşən vəzifə şəhidlərin qarşısında, vətən, millət, xalq qarşısında olan, öz qarşımızda olan borcumuz məhz onların bizə əmanət etdiyi torpaqları göz bəbəyi kimi qoruyub gələcək nəsillərə əmanət etməkdir. Onların bizə nümunə olaraq verdiyi vətənpərvərlik hissini, şücaəti, əzmi gələcək nəsillərə həm daşıyaraq ötürmək, həm də təbliğ etmək hər zaman onların xatirəsini uca tutmaq və yaşatmaqdır. Eyni zamanda xatirəsini uca tutmaq deyərkən, yəni burada həm doğum günlərində, həm onların anım günlərində, ümumi bütöv xatirə tədbirlərində, istər milli bayramlarımız olsun, istər ümumi günlərində qürurla onların məzarları qarşısında dayanaraq ruhlarının şad olmasını diləməkdir. Təbii ki, nə qədər ki buradayıq, belə əminik ki, ruhu şaddır və bu işi də bundan sonra da layiqincə davam etdirməliyik inşallah. Allah ailəsini qorusun, övladını qorusun. İnşallah o da atası kimi qəhrəman olar, amma öz elmi ilə, təhsili ilə, belə deyək, hər zaman atasının adına layiq olsun, uca tutsun. Əminik ki, elə belədir. Və gözəl, ağıllı bir baladır. Biz elə onu da atası kimi öz zəhmətkeşliyi ilə tanıyırıq. Mən onu daimi statuslarda izləyirəm. Rəsmə olan marağı, yaradıcılığa olan marağı ilə elə atasına, yəni atasından bu xüsusiyyətlərini götürüb. Allah qorusun bir daha. Allah dövlətimizi, millətimizi, xalqımızı, ölkəmizi, ali baş komandanımızı qorusun. Təbii ki, onun rəhbərliyi altında Azərbaycan böyük bir qələbə əldə elədi. Bilirsiniz, Birinci Qarabağ müharibəsində çox ağırlı, acılı günlər olub. Bəlkə də biz uşaq olmuşuq, bizdən böyüklər daha yaxşı bilir. Amma biz elə böyüklərdən, filmlərdən, televiziya verilişlərindən, həmin döyüşlərdən olan kadrlardan müharibənin dəhşətlərini görmüşük. Azərbaycan xalqına, mülki əhalimizə qarşı olan müharibə cinayətlərini görmüşük. Hansı ki, bunu bəlkə də dünyada nadir olan hadisələrdən biridir, həmin o zülmlər, dəhşətlər. Və Süleyman da onları görmüşdü və hər zaman da onun qəlbində də torpaqlarımızın işğaldan azad olmaq arzusu var idi. Və kimlər bu yolda iştirak edibsə, mən düşünürəm ki, çox şanslıdırlar. Düzdür, bizim üçün insan itkisi çox ağır olsa da, amma xüsusən də ailəsi üçün. Əminik ki, hər bir ailənin o, belə deyək, ağır acıdan çox qüruru, fəxri var. Necə ki, müxtəlif vaxtlarda, hər zaman, bax belə hörmətlə onların məzarı qarşısında hər zaman da onların ailələrində qürurlu saxlayacaq. Və az da olsa təsəllüf olmağa çalışacaq. 20 mindən çox şəhidimiz oldu Birinci Qarabağ müharibəsində. 11.550 nəfər Sovet mühafizə hərbi qulluq Suriya qalanları mülki şəhidlər, 4 mindən çox itkinimiz var. Xüsusən də Vətən müharibəsindən sonra görün nə qədər itkin şəhidlərimiz tapıldı, dəfn edildi. Təbii ki, bu da elə Süleyman və onun kimi şəhidlərimizin sayəsində həyata keçirilən işlərdəndir. Nə qədər yüzlərlə ailənin gözü yoldaydı 30 ildir. Heç biri övladının, kimisinin bacısı, qardaşı, həyat yoldaşı idi, kimisinin atası idi, taleyindən xəbəri yox idi. Və inşallah bundan sonra da daha çox itkin şəhidlərimiz tapılar. Burada qazılacaq bir məzar olarsa da inşallah itkin şəhidlərimizin məzarı olar ki, mən onların Şirvanın 2 itkin şəhidi dəfn olunub, onların ailələrinin üzündəki mən sevinci gördüm yalnız.
Həqiqətən də yəni çünki sevincləri, kədərlərini üstlədir. Çox ağır, çox belə deyək, çətin bir duyğudur. Sözlə ifadə etmək olmur və bunlar da hamısı başa düşülür onların sevincləri. Və sonraki döyüş əməliyyatlarını bilirsiniz. Aprel döyüşləri, Oğuz döyüşləri. Mən bildiyim qədərilə Süleyman Aprel döyüşlərində iştirak eləmişdi. Və onun iştirak elədiyi Vətən müharibəsi ikinci hərbi əməliyyatlar idi. Torpaqlarımızın müdafiəsi uğrunda. Və sanki bu hərbi əməliyyatlardan sonra 1-ci ilə aprel döyüşlərində Azərbaycan ilk dəfə 2 miqyaslı hərbi əməliyyatlar keçirirdi və Azərbaycan xalqında böyük bir inam, böyük bir qələbə üçün böyük bir inam yarandı. Və Süleyman da həmin döyüşlərin iştirakçılarından biri idi. Əminəm ki, Vətən müharibəsində döyüşə qatılanda artıq o təcrübəli bir zabit kimi qatılmışdı, leytenant rütbəsində və onun rəhbərliyi altında əsgərlərimiz torpaqlarımızın işğaldan azad olunması üçün böyük, gözəl və qürurlu bir döyüş keçiblər. Süleyman Cənab Prezident tərəfindən üçüncü dərəcəli vətənə xidmətə görə ordeni, eləcə də bir sıra medallarla təltif edildi. Göstərdiyi şücaətlərə. Vətən müharibəsindən sonra da bilirsiniz, suverenliyimiz bərpa oldu. Antiterror tədbirlərində bu gün xoşbəxt bir xalqıq ki, o qəlbimizdəki hüznü yaşatmaqla bərabər hər zaman şəhidlərimizi qürurla, fəxrlə xatırlayırıq. Birinci Qarabağ müharibəsindən bəri olan bütün şəhidlərimizin qisasları alındı, qanları yerdə qalmadı. Bütün şəhidlərimizə qovuşatdı. Onlar bu xiyabanda, ölkəmizin müxtəlif xiyabanlarında, şəhər qəbristanlıqlarında, rayon qəbristanlıqlarında hamısı bərabər səviyyədə Allah dərgahında, eyni məqamda bir qardaş kimi uyurlar, cənnətdədirlər. Allah hər birini ruhunu şad eləsin. Bir də Allah hər birinizə səbir versin. Allah dövlətimizi, yurdumuzu, millətimizi, xalqımızı qorusun, şəhid ailələrini qorusun. Onlara səbir versin. Tədbirdə bizimlə Yeni Azərbaycan Partiyasının Ali müəllim iştirak edir və çıxış üçün sözü ona verir. Çox sağ olun. Mən də hər birinizi salamlayıram. Süleyman qardaşımızın timsalında bütün şəhidlərimizə Allahdan rəhmət eləyirəm. Qazilərimizə can sağlığı, onların yaxınlarına Allahdan səbir eləyirəm. Və eləcə də qeyd etmək istərdim ki, Süleyman qardaşımız kimi vətənə, xalqa öz canını fəda etmiş bir evlad böyüdən bütün valideynlərin qarşısında baş əyirəm. Onlara Allahdan can sağlığı arz edirəm. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Şəhər hərbi komissarlığında da hər zaman olduğu kimi nümayəndələr iştirak edir. Sağ ol. Mən də əvvəla şəhidimizin ailəsinə, yaxınlarına başsağlığını verirəm. Allah Süleymana və onunla birgə bütün şəhidlərimizə rəhmət eləsin. Məkanları cənnət olsun. Hər birinin ruhu qarşısında baş əyirik. Çox sağ olun. Allah razı olsun. Çıxış etmək istəyən varsa buyursun. Başım əvvəl. Allah şəhid anaları, şəhid ataları səbir versin. Allah onlara ömür versin. Onlar yaşasın ki, şəhidlərimiz də yaşasın. Allah sizə səbir versin. Sağ olun. Ruhu şad. Buyurun. İnşallah Allah bütün şəhidlərimizə rəhmət eləsin. Və istəyirəm ki, Fatihə verməmişdən qabaq bir dənə şeir deyim şəhidin adından. Kaş biləydim bu şəhidlik necə izzətdir ana. Oğlunun burada gözəldir, yeri cənnətdir ana. Göz yaşın tökmə üzarə, axı mən ölməmişəm. Əməlim ta əbədi şövq-i səadətdir ana. Mən şəhid kürsünə layiq olan bir igidəm. Hər adama layiq olmadı. Ancaq o şəhidlərə ki layiq oldu. Mən şəhid kürsünə layiq olan bir igidəm. Niyyətim qüdsüd Rəbbani rizayətdir ana. Allahın rızasıdır. Görsə bir gənc mənim cürətimi bəcdə gələr, dərk edər ki bu şəhadət nə vəcahətdir ana. Əyməsin, söylə atam qəddini ta var nəfəsi. Əyməsin, söylə atam qəddini ta var nəfəsi.
Söyle her yerde desin ki yeri rahatdır. Ana, sen çalış, Allah ile razı niyaz eyleyəsən. Məndən isə sənə bir tövbə şəfaətdir. Ana, Allah Teala şəhidlərin şəfaətini bizlərə nəsib eləsin inşallah. Nə gözəl. Eşidib şeirimi sən müntəzirə eylə dua, mənə bu qüssəni yazmaqsa şərafətdir. Ana, mənə bu qüssəni yazmaqsa şərafətdir. Ana, bəli, Allah şəhidlərin şəfaətini bizlərə nəsib eləsin. Elə bir dənə dua eləsə, bir dənə o yaxınlarına dua eləsə, hamısına inşallah Allah onları eşidər. Çünki şəfaətçidir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah şəhid atalarına, analarına səbr inayət eləsin inşallah. Və inşallah bizim bu tövbəmizi qəbul eləsin. Bizim bu hansı ki dualarımızı da qəbul eləsin inşallah. Allahümme eğfir lil mu'mine vel mu'minat vel muslimine vel muslimat el ahyai minhum vel ammat tabi'u beynena ve beynehum bil hayrat inneke mucibud da'avat inneke rafi'ud derecat inneke gaziyel hacat inneke ala kulli şeyin qadir ve bil icabeti cedir bi nebiyyin ve alih ve bil fatih. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Allah səbir versin. Ruhu şad. Allah səbir versin. Allah